Soruşdunuz ki, nədən bilək ki, həm o, həm bu? Bunun ancaq bir yolu var ki, məsəl üçün qarışqa turşusu, ən azından turşu adını yadınızdan çıxsa ki, qarışqa turşusu hansıdır, nə bilim nədir, yadımıza salırıq ki, eyni yüklər həmişə deyir, yaxı bir-birini çəkmirlər. Turşu ilə reaksiya girməz. Turşu əsasla reaksiya girə bilər. Qarışqa turşusu düzdür, HCOH ola bilər deyirəm, yadınızdan çıxar. Baxırıq, HCOH turşudur. Y variantını çıxıram, çünki turşu ilə reaksiya girməz. C variantını çıxıram, çünki qeyri-üzvlərdən zəif turşudur. B variantını çıxıram, çünki mis hidrogendən sonra yerləşən metaldır. Hidrogendən sonra yerləşən metallarla hansı turşular reaksiya daxil olurdu? Hidrogendən sonra yerləşənlərlə bayaq dedim, HNO3-ün qatısı, HNO3-ün durusu, H2SO4-ün qatısı. Sadəcə bunlar reaksiya girirdi. Deməli, bu girməyəcəkdir. Sonra sulfatı da çıxıram. Çünki qarışqa turşusu sulfatdan ümumiyyətlə üzvü turşu olaraq zəif turşudur. Yəni qeyri-üzvlərdən zəif, bir dənə karbonatdan qüvvətli olmalıdır. Deməli olsa ki, gliserin ehtiyac qalmır. Və lap ikisinə də ola bilər ki, hansısa bir variant olardı. Gliserin 3 atomlu spirtdir. 3 atomlu spirtlərin ilk nümayəndəsidir. Çox atomlu spirtlərin təyini reaksiyası var idi. Nə ilə gedirdi? Mis OH2 ilə nə rəngli çöküntü verirdi? Göy. Mis OH2-ni bir yerdə də keçmişik, aldehidlərdə. O nə idi? Mısıqı çevrilməsi deyirdik. Əvvəl çevrilirdi mis OH-a, mis OH2 daha doğrusu çevrilirdi. Mis OH2 mavidir. Sonra çevrilirdi mısı, mis OH-a sarı, mis OH isə mis 1 hidroksid deyək də. Çox davamsız birləşmədir. Mis 2-oya çevrilirdi. Biz mısıqı deyirdik. Mısıqını mavi, sarı, qırmızı təyini aldehid qrupunun təyinidir. Göy çöküntü isə çox atomlu spirt olduğunun təyinidir. Aydın oldu?